Hörmətli xanımlar və cənablar, hörmətli deputatlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bugün 4-cü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Bütün deputatlara məhsuldar fəaliyyət arzulayıram. Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi seçkilər çox azad, ədalətli, şəffaf şəkildə keçirildi, rəqabət şəraitində keçirildi, bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün öz dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Bizim ölkəmizdə demokratik proseslər müsbət istiqamətində inkişaf edir. Demokratiyanın inkişafı Azərbaycanda təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şuurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı, siyasi pluralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir və əminəm ki, yeni tərkibdəki Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir. Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar var, siyasi iradə var. Biz mütərəqqi meyllərə çox müsbət yanaşırıq. Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Və əlbəttə ki, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır. Ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılmışdır və Azərbaycan iqtisadiyyatı artıq şahələndirilmiş iqtisadiyyatdır və 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq Azərbaycan uğurla inkişaf etməyə davam etmişdir. Bütün sosial məsələlər öz həllini tapmışdır. Valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, görüləsi işlər çoxdur. İqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi işləri ilə biz məşğuluq. İqtisadiyyatın diversifikasiyası ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişaf haqqında hər kəsdə əyani təsəvvür yaransın. Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır. 900 minə qədər yeni iş yerləri açılmışdır. Büdcə xərcləri 12 dəfə artmışdır. Hərbi xərclər təxminən 20 dəfə artmışdır. Valyuta ehtiyatları 18 dəfə artmışdır.
Bütün sosial proqramlar uğurla icra edilir və Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Və bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur. Ancaq bir də demək istəyirəm ki, əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxmağımız, əldə edilmiş uğurlarla biz kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. 5 ildən sonra, 10 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcək? Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat uzun müddətli ölkəmizin inkişafını təmin etsin. Və bu məsələlər üzərində biz çalışırıq. Azərbaycan müasir, dünyavi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib. Bölgədə gedən proseslər və bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələri verir. Və biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illər üçün bu bizim üçün prioritet məsələ kimi qalacaq. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə bizim təsir imkanlarımızın genişləndirilməsi əlbəttə ki, bizim milli maraqlarımıza tam uyğundur. Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Və biz bir də demək istəyirəm ki, növbəti illərdə aparılacaq işlərə öz diqqətimizi yönəltməliyik. Növbəti illərdə iqtisadi sahədə bir də demək istəyirəm ki, bütün müsbət meyllər gücləndirilməlidir. Regional inkişaf proqramının icrası təmin ediləcək, buna şübhə yoxdur. 2004-2008 illərini əhatə edən regional inkişaf proqramı artıqlaması ilə icra edilib və bu bizə deməyə əsas verir ki, 2009-2013-cü illəri əhatə edən proqram da artıqlaması ilə icra ediləcəkdir. Bölgədə müşahidə olunan canlanma əminəm ki, daha da özünü bariz şəkildə göstərəcək və beləliklə ölkəmizin uğurlu iqtisadi inkişafının dinamikasına biz nail olacağıq. Xarici siyasətdə biz apardığımız siyasətə sadiq olacağıq. Bizim xarici siyasətimiz uğurlu siyasət kimi artıq dünya birliyində tanınır. Bizim elə ikitərəfli münasibətlərdə olan və dostluq münasibətlərdə olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Bizim diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində qurulubdur. Ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Bizim xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır və bu bizə imkan verir ki, həm ölkəmizi daha da dolğun şəkildə dünyada tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək. Xarici siyasətdə prioritet məsələ kimi qonşularla münasibətlərimizdir. Bu da təbiidir. Çünki bizim qonşularımızla çox gözəl, faydalı əlaqələrimiz vardır. Bu əlaqələr böyük tarixə malikdir. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq və mən çox şadam ki, tarixi əlaqələrlə bərabər bugün siyasi müstəvidə qonşu ölkələrlə bizim heç bir problemimiz yoxdur. Bütün problemlər öz həllini tapıbdır və qonşu ölkələrlə bizim münasibətlərimiz hesab edirəm ki, ən yüksək səviyyədədir. Gələcək fəaliyyətdə də bu istiqamətdəki addımlarımız məhz bir məqsədi güdəcək ki, qonşu dövlətlərlə həm iki tərəfli, həm çox tərəfli formatda münasibətlərimiz daha da güclənsin. Regional əməkdaşlıq məsələləri haqqında mən artıq fikirlərimi söylədim. Regional əməkdaşlığı gücləndirəcək amillər arasında bizim tərəfimizdən vaxtı ilə irəli sürülmüş təşəbbüslərdir. Enerji, nəqliyyat dəhlizləridir. Bu dəhlizlər artıq reallıqdır. Bu reallıqları biz yaratmışıq
və müştərək səylərlə regional müstəvidə öz tərəfdaşlarımızla bu işləri davam etdirəcəyik. Bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın dərinləşməsi və təmin edilməsi üçün Azərbaycan öz səylərini qoymağa davam etdirəcək. Bütün başqa ölkələrlə bizim əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur və biz bu münasibətlərin dərinləşməsinə maraqlıyıq. Beynəlxalq təşkilatlarda biz öz fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hal-hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər yerinə yetirilir vaxtı-vaxtında. Biz bu təşkilatlara özümüz könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı seçkilik olmasın və bu istiqamətdə bizim iştirakımız üzv olduğumuz təşkilatlarda öz nəticələrini verir. Elə təşkilatlar var ki, biz o təşkilatların üzvü deyilik, amma o təşkilatlarla səmərəli əməkdaşlıq edirik. O istiqamətdə də bizim səylərimiz daha da gücləndirilməlidir. Və Azərbaycan etibarlı və yaxın tərəfdaş kimi bütün bu təşkilatlarda öz sözünü deyir və deyəcək və öz töhfəsini verir. Sosial sahədə bizim qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, az təminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycandan yığışdırmaq, aradan qaldırmaq və əgər bir neçə il bundan əvvəl bu cür fikirlər müəyyən inamsızlıqla üzləşirdi, bugün bu sahədə görülmüş işlər, əldə edilmiş uğurlar deməyə tam əsas verir ki, biz bu vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar olmamalıdır, bu sosial bəla olmamalıdır və buna nail olmaq üçün bizim konkret proqramlarımız var, düşünülmüş siyasət var və son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi bu görülən nəticələrin təzahürüdür. Növbəti illərdə həm maliyyə resursların istifadəsi ilə, həm konkret sosial proqramların icrası ilə, iş yerlərinin açılması ilə biz bu məsələlərə nail olmalıyıq. Ünvanlı sosial yardım proqramı 100 minlərlə vətəndaşı əhatə edir. Bu da Azərbaycan dövlətinin və dövlət siyasətinin istiqamətlərini müəyyən edir, göstərir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85% bazar iqtisadiyyatı özəl sektorda formalaşır. Ancaq buna baxmayaraq bizim güclü sosial siyasətimiz var və sosial siyasətdə heç bir geriləmə, geriyə addımlar olmayacaq. Nə üçün mən bunu deyirəm? Çünki keçən il və bu il dünyada hökm sürən böhran bəzi ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarıbdır. Bəzi ölkələr sosial ödəmələri kəsirlər, maaşların miqdarını, pensiyaların miqdarını azaldırlar ki, böhrandan çıxsınlar. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası kimi böhrandan əziyyət çəkibdir. Amma biz çalışmışıq ki, vətəndaşlarımızı böhranın mənfi təsirindən qoruyaq. Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, böhran zamanı milli valyutanın məzənnəsi sabit qaldı. Heç bir dəyişikliyə biz imkan vermədik. Azərbaycanda bütün sosial ödəmələr vaxtı-vaxtında verilir. Böhrana baxmayaraq bu il minimum əmək haqqı və pensiyanın baza hissəsi artırıldı. Baxmayaraq ki, Avropanın əksər ölkələrində
pensiya və maaşlar kəsilir, azalır, onların miqdarı. Yəni, bu sahədə növbəti illərdə çox işlər görülməlidir. Biz əlbəttə ki, böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən 3 dəfə artmışdır. Bu doğrudan da dünya miqyasında unikal bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində yaşayanlar var, az təminatlı ailələr var və çətin vəziyyətdə yaşayanlar da var. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik və bu problemini həll etmək üçün ancaq güclü iqtisadiyyat yaratmaqla mümkündür. Biz heç vaxt populist vədlər verməmişik, heç vaxt qeyri-real təşəbbüslərə qoşulmamışıq, heç vaxt borc götürüb onu sosial məsələlərin həllinə yönəltmək cəhdlərində olmamışıq. Biz öz hesabımıza yaşayırıq və bizim büdcəmiz və bütün iqtisadi və sosial siyasət daxili resurslara hesablanıbdır. Bütövlükdə bizim ölkəmiz daxili resurslar üzərində öz fəaliyyətini qurur və hesab edirəm ki, bizim uğurlarımızın təməlində məhz bu amil dayanır. Çünki biz ancaq və ancaq Azərbaycan xalqının zəhmətinə arxalanırıq, Azərbaycan xalqının istedadına arxalanırıq. Hər bir ölkə kimi bizim üçün də beynəlxalq əlaqələr çox mühüm məna daşıyır və biz çalışırıq ki, bu əlaqələri genişləndirək və xüsusilə beynəlxalq maliyyə qurumları ilə bizim əməkdaşlığımız çox uğurludur və artmaqdadır. Ancaq biz yaxşı bilirik ki, biz ancaq və ancaq öz daxili resurslar hesabına yaşamalıyıq və bu siyasəti bundan sonra da biz davam etdirəcəyik. Nəzərə alsaq ki, bugün iqtisadiyyatda, qeyri-neft sektorunda çox müsbət meyllər müşahidə olunur. Hələ mən neft sektorunu qeyd eləməmişəm. Bu sahə Azərbaycana böyük uğurlar gətiribdir. Bizə maliyyə resursları gətiribdir və biz o resurslardan çox səmərəli şəkildə istifadə edirik. Yəni, sosial məsələlərin həllinə növbəti illərdə daha da böyük diqqət göstəriləcək. Elə etməliyik ki, hər bir vətəndaş üçün, işləmək üçün, normal yaşamaq üçün bütün şərait yaradılsın. Növbəti illərdə iqtisadi, sosial və xarici siyasətlə bağlı əsas istiqamətlərini, əsas fikirlərini mən bildirdim. Bütövlükdə mən Azərbaycanın gələcəyinə çox böyük nikbinliklə baxıram. Çünki belə baxmaq üçün əsas var. Azərbaycan artıq postsovet məkanında və bütövlükdə dünya xəritəsində özünə məxsus yerinə malikdir. Biz müstəqil ölkəyik, sözün əsl mənasında müstəqilik. Azərbaycan xalqının iradəsi ilə Azərbaycan idarə olunur və belə də olmalıdır. Və biz çalışmalıyıq ki, maksimum dərəcədə öz maraqlarımızı təmin edək və bunu etmək üçün bütün imkanlar bizdə var. Ölkə qarşısında duran əsas problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu istiqamətdə biz böyük səylər göstəririk ki, tezliklə ədalətli, beynəlxalq hüquq normalara uyğun şəkildə bu məsələ öz həllini tapsın. Bildiyiniz kimi uzun illərdir ki, danışıqlar aparılır. 18 ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad olunacaq. Nəticə odur. Danışıqların fəallığı yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, beynəlxalq hüquq normaları əsasında məsələ həll olunsun. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Digər beynəlxalq təşkilatlar, ATƏD, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki,
onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa və Ermənistan bu beynəlxalq hüquq normalara məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər. Biz başa düşürük ki, Ermənistan bugün çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbul üçün mümkün olmayan təklifləri irəli sürür və beləliklə danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün təmin edilməsi, bərpa edilməsi üçün aparırıq. Və ümid edirik ki, bu məsələlərlə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət öz kəskin sözünü desinlər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcək. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyil. Ona görə bir də demək istəyirəm ki, bizim mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Ona da biz bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələlə məşğul olan tərəfləri sövq etməlidir ki, tezliklə bu məsələ öz həllini tapsın. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyil. Biz başa düşürük ki, böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik olsun, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyə bilər ki, sabitlik pozulsun, yaxud da ki, müharibə olsun? Ancaq o demək deyil ki, bax, bu dırnaq arası dondurulmuş vəziyyətdə bu məsələ qalsın. Bu mümkün deyil. Və bugün bölgədə gedən proseslər və güclər nisbəti və əlbəttə ki, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status quo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status quo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki, qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Hər halda Helsinki yekun aktı məhz bu yanaşmanı əks etdirir və dünyada mövcud olan muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. Mən bir də demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir adım geri çəkilməyəcək. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıbdır və olmayacaq. Heç vaxt Azərbaycan dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, bu mümkün deyil və qarşı tərəf bunu bilir və ümid edirəm ki, danışıqların inkişafında biz müsbət tendensiyaları görəcəyik. Ancaq bununla bərabər biz başa düşürük ki, məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma daha da güclü olmalıyıq. Bütün mənalarda və Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar
bunu göstərir ki, biz hər gün daha da güclənirik. Həm iqtisadi, həm hərbi cəhətdən, həm siyasi cəhətdən və bölgədə bizim artan rolumuz əlbəttə ki, bu məsələnin həlli üçün də bizə imkan verəcək. Növbəti illərdə, bütün başqa sahələrdə biz artıq müsbət təcrübə əsasında öz siyasətimizi davam etdirəcəyik. Mən bugün əsas istiqamətlər haqqında öz fikirlərimi bildirdim. Bir də demək istəyirəm, hər bir istiqamət üzrə bizdə konkret tədbirlər planı var, konkret proqramlar var və biz bu proqramlar əsasında öz fəaliyyətimizi təşkil etmişik və hər bir istiqamətdə nəticələr var. Biz demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlət qururuq. Bu istiqamətdə yaxşı nəticələr var və gələcəkdə hər istiqamət üzrə biz səylərimizi davam etdirəcəyik. Bizim çox böyük maliyyə imkanlarımız artıq var və növbəti illərdə xüsusilə enerji sektorunun inkişafı hesabına biz çox yaxşı bilirik ki, bizim maliyyə imkanlarımız daha da genişlənəcək. Ancaq bu o demək deyil ki, biz bundan gərək arxayın olaq və islahatları aparmayaq. Əksinə, biz bu maliyyə resurslardan elə istifadə etməliyik ki, yeni sahələrin inkişafına təkan verilsin. Bugün informasiya, kommunikasiya texnologiyaları Azərbaycanda sürətlə inkişaf edir və bəzən sual verilir ki, nə üçün? Ki, sizdə böyük neft, qaz ehtiyatlarınız var, maliyyə imkanlarınız var, nə üçün siz bu sahə ilə məşğulsunuz? Bu bizim strateji xəttimizdir. Əgər biz müasir dövlət qurmaq istəyiriksə və neft, qaz amilindən asılılığımızı azaltmaq istəyiriksə, mütləq biz ən müasir texnologiyaları Azərbaycana gətirməliyik. İlk növbədə, ondan sonra elmə, texnoloji prosesə qoyulan sərmayə artıq Azərbaycanda çox güclü və yeni və müasir elmi ixtiraların gətirib çıxarılmasına xidmət göstərəcək. Biz əgər müasir dövlət qurmaq istəyiriksə, mütləq bizim bütün sahələrdəki işlərimiz müasir standartlar səviyyəsində görülməlidir. Biz elmə, təhsilə qoyduğumuz sərmayə ilə buna ancaq nail ola bilərik və mən çox şadam ki, Azərbaycanda maliyyə kapital, insan kapitalına qoyulur və bu öz bəhrəsini verir. Gənc nəsil yetişir, bilikli, savadlı, oxumaq istəyən, vətənpərvər. Biz gələcək haqqında əlbəttə ki, fikirləşməliyik. Baxmayaraq ki, bizim təbii resurslarımız, belə demək olsa, ən azı 100 il bizə yaxşı həyat təmin edəcək. Ancaq ondan sonra nə olacaq? Əlbəttə, indidən bunu proqnozlaşdırmaq çətindir. Amma hər halda biz çalışmalıyıq. 10 ilə, 20 ilə, 50 ilə qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək? Azərbaycan nəyin hesabına inkişaf edəcək? Bölgədə vəziyyət necə olacaq? Demoqrafik vəziyyət necə olacaq? Biz bütün bu işləri bugün hazırlamalıyıq. Vaxtı ilə 90-cı illərin əvvəlində, ortalarında başlanmış siyasi və iqtisadi islahatlar bugün öz bəhrəsini verir. 94-cü ildə imzalanmış əsrin müqaviləsi 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə elə bil ki, onun birinci mərhələsi tamamlandı. Ancaq bugün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra bizim uğurlu inkişafımızı təmin edəcək. Biz enerji resurslarımızı ölkəmizin inkişafına və dostlarımızın sayının artırılmasına yönəldirik. Yəni, bu bizim maraqlarımıza tam şəkildə cavab verir. Ona görə biz gələcəyə baxmalıyıq və baxırıq və bizim apardığımız islahatlar həm bugünkü inkişafı təmin edir, həm də ki, gələcək inkişafımızı təmin edəcək.
Mən bir də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə qayıtmaq istəyirəm. Əlbəttə ki, uzun illərdir ki, bizim torpaqlarımız işğal altındadır. Bu bizim üçün çox ağırdır. Bu bizim üçün ən ağır, ən ağrılı problemimizdir. Biz çalışırıq ki, soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdıraq, müvafiq proqramlar qəbul edilib, şəhərciklər tikilir, bunların hamısını siz yaxşı bilirsiniz. Ancaq bu məsələnin müvəqqəti həllidir. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Baxmayaraq ki, işğal edilmiş torpaqlarda ermənilər tərəfindən hər şey dağıdılıb. Biz yenidən şəhərləri tikəcəyik, quracağıq, abadlaşdıracağıq. Biz bu məsələni həmişə diqqət mərkəzində saxlayırıq. Ancaq bu da həqiqətdir ki, biz məsələnin elə bir həllinə nail olmalıyıq ki, Azərbaycanın maraqlarını tam şəkildə təmin etsin. Hansısa yarımçıq razılaşma bizim maraqlarımızı təmin edə bilməz. Bəlkə bugün hər hansı bir güzəştə getməklə işğal edilmiş torpaqların bir hissəsini biz qaytara bilərik. Ancaq başqa torpaqlar nə vaxt qayıdacaq. Ona görə burada əlbəttə ki, biz dövlətçilik nöqteyi nəzərdən yanaşmalıyıq. Strateji, seçim nöqteyi nəzərdən yanaşmalıyıq. Hansısa konjunktura məsələlərinə çox həssaslıqla və ehtiyatla yanaşmalıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Tam şəkildə. Həm işğal edilmiş torpaqlar, həm Dağlıq Qarabağ bizim torpağımızdır və bizim suverenliyimiz o torpaqlarda təmin edilməlidir. Əlbəttə ki, bu mərhələlərlə həll olunan məsələdir, ancaq bu strateji xəttdir və biz bu seçimə sadiqik. Ancaq bugün Ermənistanla Azərbaycan arasındakı fərq o qədər böyükdür ki, və bu fərqin böyüməsi üçün bütün şərait yaradılıb ki, mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Burada həm iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik amillər öz rolunu oynayır, artıq oynayır. Və illər keçdikcə bu amillər bizim mövqeyimizi daha da gücləndirəcək. Ona görə biz işlərimizi elə qurmalıyıq ki, məqsədə çatmaq üçün ən məqbul addımlar atılsın və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilsin. Bəlkə də bizim apardığımız bütün işlərimiz, həm siyasi islahatlar, həm iqtisadi islahatlar bu məqsəd üçün aparılır. Əlbəttə ki, ölkənin inkişafı təmin edilməli idi və biz müstəqilliyi əldə edəndə hamımız yaxşı xatırlayırıq Azərbaycan hansı vəziyyətdə idi və Heydər Əliyevin təşəbbüsü ilə, onun rəhbərliyi ilə ölkədə aparılmış islahatlar bizə imkan verdi ki, biz çətin vəziyyətdən çıxaq. Ancaq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və məsələnin həll olunmaması bizi daha da bu işləri tezliklə görməyə vadar etmişdir, sövq etmişdir. Bizi daha da səfərbər olmağımıza xidmət göstərmişdir. Bu bizim məqsədimizdir. Bu məsələdən başqa, bütün başqa məsələlər Azərbaycanda həll olunur və həll olunacaq. Bu barədə mən artıq söylədim və bizim açıq siyasətimiz var. Ona görə bütün xalqımız, bütün cəmiyyətimiz səfərbər olunmalıdır ki, hər bir vətəndaş öz yerində elə işləməlidir ki, o günü biz yaxınlaşdıraq. Birgə səylərlə, düşünülmüş siyasətlə, dəqiq atılmış addımlarla. Və mən ümid edirəm ki, o gün gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Milli Məclis qarşısında növbəti 5 ildə çox mühüm vəzifələr dayanır.
Bir də demək istəyirəm ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir. Belə də olmalıdır. Biz hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən asılı olmayaraq, siyasi əqidədən asılı olmayaraq, müstəqil Azərbaycan dövlətinin güclənməsində öz səylərimizi qoymalıyıq. Və mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bax, bu meyllər güclənir. Bu meyllərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq istəyən, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır. Demək olar ki, artıq hiss olunmur və bu parlament seçkilərinin nəticələri bunu bir daha göstərdi. Azərbaycan azad ölkədir, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək ki, siyasi oponentlər bir-biri ilə fikir, ideya mübarizəsini aparacaqlar. Artıq bu meyllər Azərbaycan cəmiyyətində xüsusilə siyasi müstəvidə güclənir. Mən bunu müsbət hal kimi qəbul edirəm. Cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Və əlbəttə ki, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı tək başına, yaxud da ki, iqtidar tək başına buna nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər. Amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Və mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, pluralizm meylləri daha da gücləndirilməlidir. Azad mətbuat daha da gücləndirilməlidir. Bu istiqamətdə Azərbaycan dövləti çalışır ki, əlindən gələni etsin ki, biz buna nail olaq. Və beləliklə Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil qaydalarla aparılmasına öz töhfəsini verəcəkdir. Bir də, əziz deputatlar, mən sizin hamınızı ürəkdən deputat vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik eləmək istəyirəm. Azərbaycan xalqı sizə etimad göstərib, inam göstərib. Əminəm ki, siz bu yüksək etimada layiq olacaqsınız. Sağ olun.